Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq müəyyən limanlar da bağlanıb. Qaradağ, Dübəndi, sahil limanlarına giriş-çıxış hazırda bağlıdır. Bu barədə ətraflı məlumatı Zeynəb Nadirova çatdıracaq. Zeynəb, buyur, söz səndədir. Çinarə, hər vaxtın xeyir olsun. Qeyri-sabit hava şəraiti ilə bağlı qeyd eləyək ki, Dəniz və Liman Agentliyindən də açıqlama gəldi. Belə ki, həm dalğanın hündürlüyü, gəmilərə xəbərdarlıq, bundan sonraki mərhələdə isə bağlı olan limanlar var ki, bununla bağlı da açıqlamanı alacaq. Təbii ki, biz də elə Dəniz və Liman Agentliyinə üz tutduq. Mətbuat katibi Pərvanə xanım yanımızdadır, informasiyaları ondan alacaq. Pərvanə xanım, xoş gördük sizi. Elə bu havada da gücləndirilmiş iş rejimində çalışırsınız. Hava ilə bağlı müraciətiniz və limanlarla bağlı açıqlamanız nədən ibarətdir? Buyurun, eşidək sizi. Salam, hər vaxtınız xeyir olsun. Sizin də qeyd etdiyiniz kimi, dünəndən paytaxt ərazisində küləkli və yağışlı hava şəraiti hökm sürməkdədir və hazırda isə hökm sürən yağışlı və küləkli hava bugün axşam saatlarına kimi davam edəcək və hava ilə bağlı məlumat Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarə Edilməsi Mərkəzi mütəxəssisləri tərəfindən aidiyyatı üzrə ötürülüb və hazırda isə Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi arabir 25-30, açıq dənizdə isə 32 metr saniyəyə kimi yüksələcəyi gözlənilir. Dalğanın isə 6 metrə çatacağı proqnozlaşdırılır. Hazırda isə 3 limana giriş-çıxış məhdudiyyəti qoyulub. Qaradağdır, sahildir, Dübəndidir və digər limanlar açıqdır və mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar və hərəkətin nizamlanmasını təmin edəcəklər. Təşəkkür edirəm, işləriniz avand olsun. Bəli, Çinarə, artıq Dövlət Dəniz və Liman Agentliyindən alınan açıqlamamız bundan ibarət idi və qeyd olunduğu kimi qeyri-sabit hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışırlar və mütəmadi olaraq da bu istiqamətdə informasiya veriləcək. Bizdən hələlik bu qədər, söz yenidən sizdə.